Hər birinizi salamlayıram. Mən bir mövzuya aydınlıq gətirmək istəyirəm. Çünki həm zənglər gəlir mənim köməkçimə. Kommentlərdə də yəqin görürsüz. Direktdə də nə qədər yazanlar var ki, istər Instagram, istər TikTok-a nəyə görə həmin səhnədə çıxış etdin. Və bilirsiniz ki, yəni son 3-4 gündür ki, danışılan mövzuyla bağlı danışmaq istəyirəm, açıqlama vermək istəyirəm. Və bilirsiniz hansı mövzudur? Vüsal Əliyevin doğum günü mövzusu. Mənə sual verirlər ki, niyə həmin səhnəyə çıxdın və nəyə görə eyni səhnəni bölüşdün? Mən sizə bir söz deyim. Həmin o səhnədə Azərbaycanın ən güclü səslər ifa etdi. Xalq artistlərimiz, əməkdar artistlərimiz, gözəl, dəyərli sənətçilərimiz və doğum günü o qədər maraqlı idi, o qədər gözəl bir doğum günü keçdi ki, heç Vüsal Əliyevin özü də, Kəmalə Günəşlinin özü də istəməzdi ki, elə bir şey baş versin. Və siz mənə yazırsınız ki, nəyə görə getdin, nəyə görə iştirak elədin həmin o doğum günündə və eyni səhnəni bölüşdün. Vüsal Əliyev mənim üçün dəyərli bir sənətkardır və hər kəs üçün məncə elədir, illərimizin sənətkarıdır. Mən o doğum gününə yəni getməliydim. Həm duet otağımdır, həm də çox istədiyim, çox hörmət etdiyim bir sənətkardır Vüsal Əliyev. Və Kəmalə də xətrini çox istəyirəm. Çox yaxşı bir xanımdır, doğrudan da. O qədər pozitiv, yəni çox yaxşı xanımdır. Əslində bir insanı gərək biraz yaxından tanıyasan, biraz görüb onunla söhbət elədikdə deyirsən ki, doğrudan da bu xanım belə deyilmiş ki, belədir. Əslində orada Kəmalə Günəşli çıxdı səhnəyə və ifa edirdi, çox pozitiv ifa edirdi. Amma günah kimdədir? Qarşı tərəfdə. Özünü apara bilməyən, davranışını bilməyən, orada kəmalli bir şey yox idi. Ona görə çox üstümə gəlirsiniz, nəyə görə çıxdın, nəyə görə ifa etdin. Sizə bir misal çəkəcəyəm. Baxın, cəmiyyətdə hər cür adam var. Mağazaya giririk, hər cür adam var, düzdür. Özünü apara bilməyən, danışığını bilməyən, geyimini bilməyən. Onda getməyək mi mağazalara, onda cəmiyyətdə biz çıxmayaq mı? Özünüz dərindən fikirləşin. O səhnədir və o səhnədə ən Azərbaycanın güclü səsləri ifa etdi. Və bir çox müğənnilər də orada ifa etdi. Ona görə xahiş edirəm, yəni üstümə gəlməyin ki, nəyə görə çıxış elədin, nəyə görə getdin, ifa elədin eyni səhnədə. Yəni bir daha deyirəm, Kəmalə xanım da istəməzlik olsun. Və yəni qarşı tərəf özünü apara bilmirsə, o Kəmalənin günahı deyil, doğrudan da.